5-10 dəqiqə qalmış. Mirfəqan bəydən çox gözəl bir söz aldım. Mirfəqan bəy dedi ki, Murad bəy, bu il biz King Education platforması olaraq bir çox təlimlər həyata keçirmişik. Ancaq yeganə təlimlərdən biridir ki, mən sizin təliminizə sonacam olacam. Həqiqətən bu elə mənim üçün çox böyük motivasiyadır. Bu əsnada bir Çin atalar sözü yadıma düşdü. Qeyd olunur ki, bir saatlıq xoşbəxt olmaq istəyirsənsə yat. Bir həftə xoşbəxt olmaq istəyirsənsə səyahətə çıx. Bir ay xoşbəxt olmaq istəyirsənsə evlən. Bir ömür xoşbəxt olmaq istəyirsənsə öz sevdiyin işlə məşğul ol. Həqiqətən insan öz sevdiyi işlə məşğul olanda yorulmaq bilmir. Bugünkü təlimimizin məqsədi, ümumiyyətlə təlimimizin mövzusu kamera qarşısında nitqlə bağlı olacaq. Öncə kamera qarşısında nitq deyirik. Bəli, əsasən fikirlərimiz ya podcast videolar ola bilər, ya elə televiziyadan təbii ki, bugün danışacağıq. Televiziyada kamera qarşısında nitq ola bilər. Amma bundan öncə mən bir auditoriyamızdan bu cavabı almaq istəyirəm ki, sizcə kamera qarşısında nitqdə əsas tələblər hansılardır? Fikirlərimizi səsli formatda desək daha yaxşı olar. Əks halda chat bölməsinə də, rəy bölməsində yaza bilərsiniz. Sizcə kamera qarşısında nitq deyərkən hansı tələblər olmalıdır? Hansı nüanslara diqqət yetirməlidir? Bir aparıcı, bir müxbir, bir diktor. Fikirlərinizi alaq. Bu arada mən aktiv auditoriyaları yadımda saxlayıram. O zaman sizdən də aktiv olmağınızı xahiş edəcəm. Səs tonu çox maraqlı. Bədən dilindən doğru şəkildə istifadə, mimikalar. Doğru vurğuluyursunuz. Azərin xanım qeyd edib. Digər bir izləyicimiz də, dinləyicimiz də mimikalar və səs tonunu qeyd edir. Bəli, dediyiniz doğrudur. Mimikalardır, səs tonudur, bədən dilindən doğru şəkildə istifadədir. Bunlar önəmli faktorlardır. Sadəcə hər hekayənin bir başlanğıcı var. Mən hal-hazırda televiziyada xəbər aparıcısı kimi fəaliyyət göstərirəm. Ancaq bundan təxmini bir neçə ay öncə həmin televiziyada təcrübə keçirdim. Bu təcrübədə mənə nələr öyrətdilər? Bunları sizlər üçün çalışacağam şərh edeyim. Bundan əlavə olaraq mənim fikrimcə televiziya qarşısında nitq, ekran qarşısında nitq səhnə nitqindən elə də böyük bir fərqlə belə deyək, fərqlənmir. Çünki səhnədə auditoriya üçün danışırıq. Kamera qarşısında isə kamera qarşısında danışırıq. Hətta bizdə Empativinin ölkənin ilk sosial psixoloji kanalı bu arada Empativi sayılır. Empativinin rəhbəri Sevinç xanım, mən təcrübə müddətində olanda hər zaman mənə deyirdi ki, kameraya baxarkən, yəni mən bir xəbəri tutulam ki, çatdırıram və yaxud da kamera qarşısında bir veriliş aparıram. Hər zaman Sevinç xanım deyirdi ki, düşün ki, orada sənin öz yaxınındır. Bu dostun da ola bilər, tanışın da ola bilər, ailə üzvün də ola bilər, sevdiyin bir şəxs ola bilər. Əsas odur ki, orada həmin insanı gör. Mən də kamera qarşısına baxanda, ümumiyyətlə kameraya baxanda hər zaman auditoriyamı düşünürəm. Çünki mən birinci kursdan bu yana tədbirlərdə aparıcı olaraq çıxış eləmişəm və bir növ tədbirlərdən gəlmişəm ekran qarşısına. Ona görə mən daha çox özümü səhnədə hiss edərək danışmağı çox sevirəm. Əlavə olaraq siz səs tonundan, mimikalardan və s. danışdınız. Bəli, işin biraz da məşq tələb edən prosesləri var. Məsələn, dil və dodaq tənbəlliyimiz olmamalıdır. C və Ç problemləri olmamalıdır. Jest və mimikalardan doğru şəkildə istifadə etməliyik. Təbəssüm önəmlidir. Düzdür, janrdan janra fərq var, amma həqiqətən çox, belə deyək, televiziya janrında təbəssüm önəmlidir. Ardından, bədən dilindən doğru şəkildə istifadə etməliyik. Öz enerjimizi qarşı tərəfə çatdırmalıyıq. Eyni səhnədə də elədir. Biz səhnədə nə qədər enerjili olsaq, aparıcı olaraq, moderator olaraq və yaxud da speaker olaraq auditoriya qarşısında bir o qədər də fərqlənəcəyik, bir o qədər də yaxşı yadda qalacağıq. Amma əks halda biraz mənfi ab-havalı olsaq, ağır olsaq, təbii ki, bizə çətin ki, dinləsinlər. Əslində, kamera qarşısında nitqi və səhnə nitqini bir kənara qoysaq, elə gündəlik dialoqlarımızda da belədir. Biz həm söhbət olduğumuz şəxslə o zaman söhbətimiz yaxşı irəliyir ki, birinci ortaq mövzu olur. İkinci, səs tonumuzu mu bəyənir və yaxud da bizim söhbətdə axıcılığımız mı olur, jest və mimikalardan, bədən dilindən doğru şəkildə istifadə edirik deyə həqiqətən də bu söhbət bizim ruhumuzu qidalandır, necə deyərlər. Hətta farsça belə bir deyim var, qeyd olunur ki, sizinlə eyni fikirdə olmayan insanla söhbət ruha verilən bir əzabdır. Ona görə yaxşı söhbət olmağı da yaxşı bacarmaq lazımdır. Xüsusən ekran qarşısında nitqdən danışırıqsa. Bəli, bəzən elə verilişlər olur ki, həmin verilişdə bizim qonaqlarımız olur. Və biz qonaqlarımıza sual veririk, onlar bəzən bizə sual verirlər. Yəni, diskussiyalı şəkildə ola bilir və yaxud da, belə deyək, ümumi bir proqram ola bilir ki, siz hər şeydən danışırsınız və qonağınızla söz verirsiniz. O zaman artıq bizim həm söhbət olmaq bacarıqlarımız, öncə dinləmə qabiliyyəti, bəli, dinləmə qabiliyyəti olmalıdır. Ki, qonağı dinləyirik və ardından öz fikirlərimizi bildiririk. Amma
Mən televiziyada bunu da öyrəndim ki, aparıcı heç vaxt özünü unutturmamalıdır. Mən bunu səhnədə eləyirdim, amma fərqinə varmırdım ki, mən belə bir şey həyata keçirirəm, bu proses baş verir. Məhz televiziyada əslində anladım ki, aparıcı özünü unutturmamalıdır. Ki, hərdən öz sözü ilə, hərdən bəlkə də bir zatı ilə aparıcı özünü xatırlatmalıdır ki, yəni mən də buradayam. Qonaqla bərabər mən də buradayam, mən də bu verilişin aparıcısıyam. Buna görə kamera qarşısında nitq dedikdə yaxşı həmsöhbət olmaq bacarıqları da nəzərdə tutulur. Əlavə olaraq nitqimiz səlis olmalıdır. Bəli, nitqimizin səlis olması üçün bir çox kitablı məşqlər olsun və ya da digər məşqlər var, yanılmazlar var ki, çətin tələffüz olunan sözləri səsləndirir. Amma bunların hər birini kənara qoysaq, ən öndə gedən və ən təməl ünsürlərdən biri yaxşı hazırlıqdır. Kamera qarşısında yaxşı hazırlığı tələb eləyir. O gün ki, siz kamera qarşısına hazırlıqsız çıxasınız, biraz təşvişlə, həyəcanla, məsələn, bir xəbər gəlib, tutalım ki, bu xəbər gəlib bizə, xəbər bir gün öncədən gəlib, bu gün təqdim eləməliyəm, amma baxmamışam xəbərə. Artıq həmin xəbərdə olan sözləri deyərkən çətinlik çəkəcəyik. Fərqli-fərqli sözlər var. Elə sözlər var ki, tələffüzü həqiqətən çətindir. Orada tez-tez çaşacağıq, ılardan, eylərdən istifadə eləyəcəyik. Yəni, təşvişli olacağıq. Amma nə zaman ki, bir gün öncədən bu xəbər gəldi və yaxud da nə bilim 1 saat, 2 saat öncədən xəbər gəldi, biz bu xəbərə bir nəzər yetirdik. Öz qeydlərimizi götürdük. Ardından xəbəri oxuduq, səsli şəkildə oxuduq. Mən niyə kitabı səsli şəkildə oxumağı tövsiyə edirəm? Çünki səssiz oxunan kitabın nitqə bir xeyri yoxdur. Ola bilsin ki, düşüncənizdə hansısa izləri buraxacaq. Məsələn, mən kitabı səssiz oxuyanda, səssiz oxusam heç vaxt o kitabın mahiyyətini başa düşə bilmərəm və yaxud da yadımda qala bilməz. Ona görə də kitabı səssiz şəkildə oxumağı ona görə tövsiyə edirəm ki, öncə bizim nitqimizin sürətli, yavaş olmasını göstərir. Məsələn, sürətli oxuyanda insan özü hiss edir ki, həqiqətən mənim nitqimdə xüsusi bir sürət, xüsusi bir temp var. Və ya çox yavaş oxuyursa, hiss edir ki, mənim nitqimiz sanki biraz temp çatışmır, sanki sürət azdır. Əlavə olaraq, səssiz şəkildə oxuduqda beynimiz məlumatı daha yaxşı analiz edir. Həmçinin o çətin tələffüz olunan sözlər ki var, o sözləri səsləndirdik dilimizlə, səsli şəkildə. Həmçinin söz ehtiyatımız artır. Söz ehtiyatını artırmaq nə yaxşı olur? Kitabdır. Nə qədər çox kitab oxusaq, həmin kitabda olan sözləri kənara seçib yazsaq, mənşəyini bilmədiyimiz sözləri, mənasını bilmədiyimiz sözləri və gələcək cümlələrimizdə də, gələcək dialoqlarımızda da, elə efir qarşısında da həmin sözlərdən istifadə etdikcə artıq bəli, bizim həqiqətən də nitqimizdə axıcılıq hiss olunacaq. Əlavə olaraq söz ehtiyatımızın, söz balansımızın artdığı hiss olunacaq. Yəni dinləyiciyə onu hiss elətdirməlisiniz, hazırlıqlı olduğunuzu hiss elətdirməlisiniz. İstəyir, məsələn, diskussiyalı bir veriliş aparın, istəyir xüsusi qonaqlı bir veriliş aparın ki, qonağınız var, müəyyən bir sahə haqqında söhbət edəcəksiniz. İstəyir xəbər aparın. Məsələn, mən xəbər aparıcısı olaraq daha çox xəbərdən bu gün danışacağam. Xəbər aparıcısı olmaq da yaxşı hazırlıq tələb eləyir. Bu gün mənə ssenari gəlib, xəbər gəlib, bu xəbəri yalnız üzündən oxusam, şəxsən bunu mən yemək bişirməyə də bənzədirəm. Hansı aşpazlar daha çox fərqlənir? Yeməyə, reseptə öz əlavəsini qatanlar. Ki orada o aşpazın öz aroması hiss olunur, aşpazın öz xüsusi dadı hiss olunur, xüsusi fərqliliyi hiss olunur. Ümumi götürsək, o yeməyə hər bir insan bişirə bilər və yaxud da milyonlarla insan bişirir, amma fərqli bir, necə deyərlər, dad axtarırıq. Eynən insan nitqində də elədir. Mən bu gün çıxartdığım bu xəbəri yalnız üzündən oxuyub dinləyiciyə çatdırsam, dinləyicinin artıq mənim xəbər buraxılışımın digər xəbər buraxılışlarından fərqləndirə bilmir. Ki, niyə də fərqləndirsin? Yəni, hamı kimi yalnız buradan oxusam, təbii ki, bu bir növ maraqsız gələcək, monoton olacaq. Amma o halda ki, mən xəbəri çatdırdım, mövzuya bir şərh verdim və yaxud da xəbəri daha asan dildə çatdırdım, artıq bu mənim fərqli cəhətim ola bilər. Məsələn, bizim proqram necədir? Bunu sizlər üçün izah edeyim. 3 aparıcımız var. Bir nəfər aparıcımız da bu arada psixologdur. Biz xəbərləri çatdırırıq. 2 nəfər aparıcı, həmin psixoloq bu xəbərlərə psixoloji yanaşır. Öz psixoloq mövqeyini bildirir, öz vətəndaş mövqeyini bildirir və orada psixoloji baş verən hadisələri, situasiyaları dinləyicilər üçün açır. Tutalım ki, bir qətl hadisəsi baş verib, qətlin səbəbini burada xəbərdə çatdırdıq. Həmin psixoloqumuz və yaxud da aparıcımız deyir ki, qətl niyə baş verə bilər? Niyə bir insan digərini öldürsün, öldürməyə cəhd eləsin, bıçaqlasınmı və yaxud da vursunmu? Bunun artıq psixoloji situasiyalarını açır. Nəticədə nə oldu? Nəticədə diskussiya yaranır. Mən öz aparıcı mövqeyimi bildirirəm.
kənardakı aparıcı öz aparıcı mövqeyini bildirir və hər kəs məsələyə öz prizmasına yanaşır. Bu arada diqqətinizə çatdırım ki, elə proqramımızın adı prizmadır. Hər kəs öz prizmasından, öz pəncərəsindən baxır və belə də daha məsələ obyektiv olur. Məsələyə həqiqətən də obyektiv yanaşa bilirik. Mən baxdığım mövqeyə digəri başqa bir pəncərədən baxır. Elə uzaq getməyim. Bu yaxınlarda Milli Elmlər Akademiyasının rəyasət heyətinin ləğvi ilə bağlı bir xəbəri çatdırdım. Bu arada şərh bölməsində də baxdım ki, iki yerə bölünüb. Bir tərəf deyir ki, həqiqətən rəyasət heyəti ləğv olunmalıydı. Digər bir tərəf isə deyir ki, ləğv olunmamalıydı. Yaşlıları, nə bilim, onlar bizim elmə çox töhfə veriblər və s. və yaxın. Mən orada öz mövqeyimi bildirdim ki, ləğv olunmasından razı idim. Niyə ki? Çünki artıq neçə il idi ki, həqiqətən bir yenilik yox idi. Süni intellektlə bağlı xüsusi araşdırma yox idi Milli Elmlər Akademiyasında. Ardından əgər bir iclas həyata keçirilir, orada yatılırsa, deməli yolunda getməyən nələrsə var, deməli fəaliyyət yoxdur. Amma digər aparıcı həmkarım belə yanaşmadı məsələyə. Dedi, bəs Murad bəy, siz onun həmən belə deyək ki, yaşlıların illərdir gördüyü işi hara qoyursunuz? Nəticədə nə oldu? Diskussiya yarandı. Burada mövzu mübahisə deyil. Mən qarşı tərəfin fikirlərini hörmət edirəm, qarşı tərəf də mənim fikirlərimi hörmət edir. Burada məsələ diskussiya idi. Sağlam söhbət idi. Sağlam söhbət etməyi təəssüflər olsun ki, çox azımız bacarıq. Çox zaman dinləmək üçün yox, cavab vermək üçün dinləyirik. Başa düşmək üçün yox, cavab vermək üçün dinləyirik. Qarşı tərəf danışır, mənim fikrim ondadır ki, bundan sonra mən bu insana necə cavab verim? Söhbət bu cür olmamalıdır, dəyərli izləyicilər. Elə kamera qarşısında da. Qarşı tərəf fikrini bildirməlidir. Əla, bu onun öz fikridir, hörmətlə yanaşırıq. Davamında mən də öz prizmamla məsələlərə baxıram və mövzunu özümə görə şərh edirəm. Əlavə olaraq, ümumiyyətlə bu mənim tədbir aparıcılığımda da belədir. Hər zaman çalışmışam ki, senari ilə yanaşı öz nitqim də olsun, öz şərhim də olsun və məsələləri, situasiyaları, hadisələri, xəbərləri sadə dildə çatdırım. Mənə baxan 20 yaşlı da şəxs, 50-60 yaşlı da şəxs dediyim nitqi başa düşməlidir. Xəbərlərin bir çoxu bildiyimiz kimi biraz termin sıxlığı ilə dolu olur. Və mən həmin termin sıxlığını çatdırdım, dedim, şərh elədim və salam, bitdi, yox. Artıq o termin sıxlığından şərh eləməliyəm, onu açmalıyam, onu daha sadə dildə vətəndaşlara çatdırmalıyam. Hər kəs o terminoloji terminləri bilirmi, elmi terminləri bilirmi? Xeyr, bilmir, haqlı olaraq bilmir. Yəni, hansımız, məsələn, kimya elmi ilə bağlı bütün elementləri bilirik, terminləri bilirik və yaxud da fizika və yaxud da ədəbiyyat digəri. Kamera qarşısında da belədir. Çalışıram ki, hər zaman sadə dillə çatdırım. Mənim elədiyim metod budur. Daha çox çalışıram ki, bir statla, bir aforizmlə çatdırım. Örneğin olaraq, mən vicdandan saatlarla, 2 saat, 3 saat danışa bilərəm. Vicdan insanda nə üçün lazımdır? Vicdan bunun üçün lazımdır. Gərək insan vicdansız olmasın, vicdan mütləqdir və s. və ilə. Amma həm nitqim uzun olacaq, həm qarşı tərəfi yoracağam, həm də bir növ əlavə söz yığımından istifadə edəcəm. Amma onun əvəzində Shakespeare'in çox sevdiyim bir statı var. Shakespeare deyir ki, almazın ən böyüyünü içində daşıyıram, brilyantın ən böyüyünü içində daşıyıram. O da vicdanımdır. Məsələn, sırf bir aforizm, mənim vicdanla bağlı saatlarla dediyim kəlmələri artıq bir növ alt-üst eləyir. Və o saatlarla dediyim nitqin əvəzində bunları desəm, düşünürəm ki, daha yaxşı olar, daha effektiv olar. Həm çox sadə dildə çatdırmış olaram, həm xüsusi bir interaktivlik qatmış olaram nitqimə, bir poetiklik, bir bədilik qatmış olaram nitqimə. Həm də ki, qarşı tərəfi yormaram, rahat şəkildə deyirəm. Və yaxud da mən hekayələrdən istifadə edirəm, storytelling-dan. Müəyyən bir hadisə baş verir, o hadisəni necə çatdıra bilərəm? Hekayələrlə. Mövzu ilə əlaqədar olaraq Yunan mifologiyasına əsaslanan, Türk mifologiyasına əsaslanan və yaxud da Cəlaləddin Ruminin, Sədi Şirazinin hekayələri olsun, Nizaminin hekayələri olsun və yaxud da elə ibrətamiz qısa-qısa hekayələr var. Onları öyrənirəm və onları dinləyicilər üçün çatdırıram. Beləcə dinləyicilər üçün maraqlı olur. İstənilən halda həqiqətən nitqinizə bədilik qatanda çox maraqlı olur. Həm də ki, artıq insanlar kamera qarşısında uzun nitqi, termin sıxlığı ilə hiss olunan nitqi dinləmək məcburiyyətində qalmırlar. Və yaxud da cümləmi bitirmişəm, artıq xəbərin sonuna çatmışam, öz fikrimi bildirmişəm. Necə sonluq qoya bilərəm? Baxın, bu çox önəmlidir. Mən cümləmi dedim, amma sonluq qoymamışam. O həm montajda hiss olunur. İndi bunu arxa planda işləyənlər daha yaxşı bilərlər. Həqiqətən biz çəkirik verilişi. Əgər montajda bizim nitqimizdə əksiklik olanda artıq montajda çox böyük problem olur. Onu düzəltmək, eləmək,
kəsmək və yaxud da birləşdirmək bu böyük problem olur. Həm öz həmkarlarımıza bu sarıdan bir növ yazığımız gəlməlidir. Həm də öz nitqimizə bir növ təkan vermək üçün çalışaq hər zaman sonluğu ya bir aforizmdən, ya bir sitatla, ya da ki şeirlərlə bitirək. Xüsusən Azərbaycan ədəbiyyatı, Azərbaycan şeiriyyatı, Azərbaycan poeziyasının nə qədər dərin olduğundan heç danışmağa gərək yoxdur. Bizim Ramiz Rövşənimiz, Nüsrət Kəsəməllimiz, Mikail Müşfiqimiz, Hüseyn Cavidimiz və daha nələr dərin şairlərimiz var. Bu dərin şairlərimizin qızıl sözlərindən, kəlamlarından istifadə etməklə öz cümləmizi, öz nitqimizi bitirə bilərik. Beləcə də daha rahat oluruq. Və bu arada bir də mənə daha çox gələn suallar bunlardır ki, Murad bəy, necə olur ki, kamera qarşısında rahat olursunuz? Yəni bunun bir sirri mi var, bunun bir xüsusi resepti mi var, ya yox? Bununla da bağlı bir neçə fikir söyləmək istəyirəm icazənizlə. Belədir ki, qeyd etdiyim kimi, özümə hər zaman bir şeydə üstün deməyim, amma fərqli saymışam. Mən filologiya fakültəsinin tələbəsiyəm və hal-hazırda 4-cü kursda təhsil alıram. Mənim filologiya fakültəsinin tələbəsi olub, filoloq ixtisasında təhsil alıb jurnalistikaya yönəlməyim həqiqətən də mənə çox böyük bir üstünlük qurdu, yarada bildi. Niyə? Çünki nitqimdə o hiss olunur və nitqimdə onu hiss elətdirməyə çalışıram. Əlavə olaraq ədəbi biliklərim bəzən mənim nitqimə xüsusi bir al-əlvanlıq qatır. Burada tək bu arada söhbət məndən getmir. Mənim qismimdə digər gənclər də var ki, öz nitqlərində bədii çalarlardan, poetik çalarlardan, poeziyamızdan, aforizmlardan, sitatlardan, hekayələrdən, xülasə ədəbiyyatımızdan geniş şəkildə istifadə edirlər. Ona görə də həqiqətən filoloq olduğumuzu bir növ hiss elətdirməyi bacarmalıyıq. Bu cəhətdən özümü şanslı sayıram. Savadlı müəllimlərdən, Sumqayıt Dövlət Universiteti kimi tarixi əsasları olan bir universitetin müəllimlərindən təhsil almağım həqiqətən məni artıq kamera qarşısına daha rahat belə deyək, versiyaya gətirib çıxara bildi. Əlavə olaraq, mən televiziyaya çıxmazdan öncə tədbirlərdə aparıcıydım, spiker idim, bu cür təlimlər keçirdim. Artıq 2-ci kursdan təlimlər keçirəm, 1-ci kursdan da elə böyük tədbirlərdə aparıcı oluram. Artıq mən tədbirlərdə aparıcı olduqca, bu arada ssenarisini də özüm yazırdım, həftələrlə məşq eləyirdim. Nitq elə bir şeydir ki, alətdir bəzən. Əgər məşq eləməsək, cilalanmayacaq. Cilalanmayanda səlis olmayacaq. Səlis olmayanda da bizi dinləməyəcəklər. Ona görə nitq önəmli faktordur və daimi məşq tələb edir. Bugünkü gündə açıq etiraf edəcəm, çəkinmədən etiraf edəcəm ki, mən 2 ay, 3 ay məşq eləməyim, öz nitqimdə olan əksikləri artıq hiss edəcəm. Və tutam ki, mən 1 ay kitab oxumuram, məsələn deyirəm. İmtahanlarım olur, 1 ay kitab oxumuram. Hiss edirəm ki, artıq danışığımda o hiss olunur. Sanki bir əksiklik var. Sanki nitqimdə o səlislik yoxdur. Artıq beyinə mesaj çatır ki, deməli kitab oxumağın vaxtıdır. Və bu arada mən kitabı həm öz zövqümə görə oxuyuram, ədəbiyyata yaxın olduğum üçün, həm də ən əsas məqsədlərimdən biri kitab oxumaq nitqimizi hər zaman səlis eləyir. Bilmirəm, oxuyanlarımız yəqin ki var, olmayanları da tövsiyə edirəm və həqiqətən də özünüz tez bir zamanda şahid olacaqsınız ki, kitab oxumağın nitqin nə dərəcədə təsiri var. Bəli, mən artıq 1-ci kursdan tədbirlərdə aparıcı oldum. 2-ci kurs, 3-cü kurs, 4-cü kurs özümü inkişaf elətdirməyə başladım. Və kamera qarşısına çıxanda hazırlıqlıydım. Niyə? Bir, bayaq qeyd etdiyim məsələyə görə filologiya fakültəsinə təhsil almışdım. Yəni filologiya fakültəsinə təhsil almaq ən azı jurnalistika fakültəsinə təhsil almaq qədər önəmlidir kamera qarşısında nitqdə. Hətta bəzən indi jurnalist tələbələriniz varsa yəqin məndən incimezlər, dəfələrlə şahid olmuşam ki, jurnalistika fakültəsinə təhsil alan tələbənin etdiyi səhvi filoloq ixtisasına təhsil alan tələbə etməyib. Bu arada bunun əksinə də şahid olmuşam bu öz yerində. Ona görə əgər 10-cu sinifdə, 11-ci sinifdə təhsil alırsınızsa və aparıcılığa meyliniz varsa, kamera qarşısına çıxış eləmək istəyirsinizsə, tutan ki, jurnalistika ilə yanaşı digər bir alternativ filologiya fakültəsində təhsildir. Bu arada diqqətinizi çatdırım ki, hətta əvvəllər səhv eləmirəmsə, Bakı Dövlət Universitetində filoloqla jurnalistin ixtisası eyni idi və diplom veriləndə həm filoloq, həm də jurnalist kimi yazılırdı. Bunu da nəzərinizə çatdırım. Və bundan əlavə olaraq artıq tədbirlərdəki təcrübəm, forumlardakı təcrübəm aparıcı olaraq, moderator olaraq burada sözün əsl mənasında mənim harayıma çata bildi. Artıq kamera qarşısında rahat idim. Hətta heç unutmaram, artıq təcrübə müddətinin sonuna çatmışam. Müdiriyyətdən də bildirilirdi ki, burada artıq sənə biz efir verəcəyik. Özümü hazırlamışam və ilk dəfə efir qarşısına çıxmışam. Məni yoxlayırlar səsimi, sözlərimi, kamera qarşısına rahatlığımı. Getdim kamera qarşısına. Bu arada öncədən bilirdim bu hadisənin baş verəcəyini və hazırlaşmışdım. Bunu da diqqətinizə çatdırım. Kamera qarşısına danışdım və məndə ilk bəyəndikləri, belə deyək,
baxanların, müdiriyyətin, həmkarlarımın ilk bəyəndiyi cəhət hansı oldu? Rahatlığım. Bu rahatlığı bizə verən yaxşı hazırlıqdır. Baxın, bu gün kamera qarşısında hələ ki çıxış etməyə bilərsiniz. Olsun ki, bəziləri tutalım ki, hələ tədbirlərdə aparırsınız, hələ təlimlərdə moderatorsınuz, hələ forumlarda aparıcı olaraq çıxış edirsiniz, speaker olaraq çıxış edirsiniz. Hazırlaşmağı bacarın. Disiplin önəmlidir, intizam önəmlidir. O, bugünkü tədbirdə çox gözəl bir söz eşitdim speakerimizdən. Dedi ki, rəğmən, hər şeyə rəğmən bacarmaq lazımdır. Gündəlik məşq eləməyi heç kim sevmir. Mən inanmıram ki, kimsə hər gün dursun və hər gün sevə-sevə nitq məşq eləsin. Və yaxud da varsa da bu təbii ki, istisnalar sayılır. Amma özümüzü məcbur etsək bu nitq məşqlərinə. Mən çox zaman tələbələrimə deyirəm ki, nitqini inkişaf etdirmək istəyirsənsə bir kitab oxu. Aç bir 10 səhifə, 20 səhifə kitab oxu. Ay Murad müəllim, ay Murad bəy, bəs axı mənim səbrim yoxdur. Baxın, rəğmən, yenə rəğmənə gəlirik. Səbrimiz olmasa belə, nə bilim, əhval-ruhiyyəmiz yaxşı olmasa belə, mənfi arada olsaq belə davam eləməyi bacarmaq lazım. Bu təkcə natiqlikdə, bu təkcə aparıcılıqda deyil. Bütün hər yerdə belədir. O disiplini təmin etməyi bacarmalıyıq. Keyfimiz olmayanda belə məşq eləməliyik. Həvəsimiz olmayanda belə o kitabı oxumalıyıq ki, nitqimiz istədiyimiz səviyyədə olsun. Hətta ən primitiv misallardan biri, nitqini inkişaf etdirmək istəyirsən, sağlam bir ortamdan söhbət gedir, sağlam bir mühitdən söhbət gedir. Dostlarla diskussiya mövzuları aç və bu mövzuda söhbət elə. Bu mövzuda davamlı olaraq söhbət elə. Və ya qorxun var, insanlarla danışmaq qorxun var. Tanımadığım bir insanla danış. Ay Murad müəllim deyirlər, tələbələr təzə-təzə başlanır. Mən tanımadığım adamla nə danışa bilərəm? Bu belə çıxır ki, mən getdim yolda kiməsə yaxınlaşdım, dedim ki, salam, hər vaxtınız xeyir olsun. Mən Murad, tanış ola. Yox deyirəm, belə deyil əzizlərim. Məsələn, supermarketlərdə kassirlərlə söhbət edə bilərsiniz, bir məhsulu soruşa bilərsiniz, məhsulun hardan gəldiyi, qiyməti və s. və ilaxır. Yəni bu tipli şeylər eləyə bilərik. Və yox da forumlar olsun, könüllü təşkilatlar olsun, təcrübə proqramları olsun, elə bizim iş mühitimiz olsun. Orada da özümüzə çox gözəl bir mühit qura bilərik. Orada da gündəlik söhbətlərdən bizim nitqimiz inkişaf edə bilər. Mənim bir dostum var idi. Bir dəfə məndən nitq dəstəyi aldı ki, Murad bəy, bəs mənə bir aylıq zəhmət olmasa Murad, mənə mentorluq elə. Böyük bir çıxışı var idi. Deməli, insanın nitqindəki problem nə idi? Bu tək yaşayırdı. Və yeni köçdüyü şəhərdə də elə çox dost ortamı, dost mühiti yox idi deyə söhbət edə bilmirdi. Və avtomatik olaraq insan danışmayanda öz-özünə insan nə qədər tək danışar. Sadəcə kitab oxumaq da yetməz insana. Anton Çexov nə deyir bu arada? Anton Çexov deyir ki, sadəcə kitab oxumaq yetməz insana, oxumaq yetməz insana. Bəzən insan meydan oxumalıdır. Özünə, həyata, dünyaya. İndi bu bir kənara. Həmən dostum da yeni şəhərdə özünə mühit tapa bilməmişdi və nəticədə bir növ ünsiyyət azlığından əziyyət çəkirdi. Mənim ilk işim həmən insandan gündəlik söhbətlər oldu. Artıq yavaş-yavaş həqiqətən də həmin şəxsin nitqində bir canlama hiss edirdim, bir səlislik hiss edirdim. Sanki nitq özünə qayıtmışdı. Həm də ki, artıq o özgüvəni yerinə gəlmişdi. Bəli izləyicilər, buradan bizim şərh bölməsində də suallarınıza təbii ki, baxacağım. Əla, biz davam edirik. Bu arada sonda sizin suallarınızı həm rəy bölməsinə yazaraq, həm də səsli şəkildə alacağım. Kamera qarşısında bəs sual verirlər, Murad müəllim, biz hardan başlaya bilərik? Tutam ki, mən jurnalist olmaq istəyirəm. Deyək ki, elə jurnalistika fakültəsinə təhsil alırım və yaxud da almıram. Hardan başlaya bilərik? Bunun üçün televiziyalarda qeyd edeyim ki, təcrübə proqramları var. Qoşula bilərsiniz. Sosial şəbəkə hesablarını izləyin, televiziyaların, kanalların. Həmin televiziyalar, kanallar təcrübə proqramı edir və nə xoş ki, bugünkü təlimdə də dəyərli dinləyicilərimizdən bir aradayıq. Təlimimiz davam edir dostlar. Və bu əsnada bir hekayə yadıma düşdü. Öz hekayəmdir bu. Heç unutmaram. Bu ilin sentyabr ayı, daha doğrusu keçən ilin sentyabr ayıydı. Bu dərs ilinin sentyabr ayı sayılır. Bəli. Bu dərs ilinin sentyabr ayından sentyabr, oktyabr, noyabr və dekabr ayları çərçivəsində özüm üçün bir məşq proqramı hazırlamışdım və gündəlik bu məşq proqramlarını eləyirdim. Heç unutmaram. Müxtəlif televiziyaların çıxartdığı xəbərləri özüm üçün topluyordum. A4 halında çap edirdim və hər gecə bu xəbərləri özüm üçün çatdırırdım. Sanki mən televiziyadayam və bunu kiməsə çatdırıram, bunu bir dinləyici üçün çatdırıram və sanki canlı efirdəyəm. Və ay keçdi, il dolandı, zaman ötdü, fəsillər dəyişdi. Artıq fevral ayında mənim ilk televiziya təcrübəm oldu və özdə hər zaman istədiyim, hər zaman xəyalını qurduğum, hər zaman özümü orada hiss elədiyim xəbər aparıcısı kimi fəaliyyətə başladım.
Yəni bu hekayənin mahiyyəti ondadır ki, əsas məsələ hədəflərimizdir, məqsədlərimizdir. Məqsədimiz varsa, hədəfimiz varsa, biraz da xəyalpərvər isə, xəyalpərəst isə mütləq ki bacaracağıq. Təbii ki, gündəlik məşq eləyərək. Hətta mən televiziyaya təcrübəyə gedəndə heç unutmaram. Bəzən gedirdim, ən tez getdiyim hallar olur ki, hələ digər həmkarlarım gəlməyib. Yenə başqa televiziyaların çıxardığı xəbərləri özüm üçün çap edirdim və başlayırdım televiziyanın içərisində oxumağa, davamlı özümlə məşq eləməyə. Bu artıq mənə harda kömək oldu? Peşəkar şəkildə ilk xəbər çıxışımda, ondan sonraki artıq buraxılışlarımızda həqiqətən də mənə kömək oldu. Çünki dəfələrlə məşq eləmişdim deyə bu sanki məndə təzə deyildi. Sanki artıq dəfələrlə məşq etmişdim deyə çox rahat şəkildə gəlirdi. Bu arada mən bayaq televiziya kanallarındakı təcrübə proqramlarından danışdım. Həmin təcrübə proqramlarına bizim televiziyada aiddir. Biz də təcrübə proqramları həyata keçiririk. Bu təcrübə proqramları sayəsində aparıcılığı, müxbirliyi, ardından montaj eləmək olsun, rejissorluq olsun, həm xülasə, həm arxa plan olsun, həm də qabaq, ön plan olsun. Bu işləri bizim peşəkar aparıcılarımız, müxbirlərimiz, rəhbərliyimiz tərəfindən tələbələrə, gənclərə öyrədilir. Yəni siz də faydalana bilərsiniz. Təbii ki, təcrübə müddətindən müddətinə fərq var. İndi dəqiq xatırlamasam da bizdə də zaman-zaman təcrübə proqramları olur və təcrübə proqramını uğurla başa vuran gənclərə televiziyamız, kanalımız tərəfindən rəsmi sertifikat verilir. Əla. Əbu Turxan deyir ki, ən gözəl nitq, ən qısa nitqdir. Bu minvalla mən də nitqimi burada qısa eləyib, sizin sual və cavablarınıza, təkliflərinizə, iradlarınıza baxmaq istəyirəm. Şərh bölməsində və səsi şəkildə öz fikirlərinizi bildirə bilərsiniz bu arada. Nigar Abdullayeva bildirib, bəli, mən də Sumqayıt Dövlət Universitetində oxuyuram. Çox gözəl uğurlar diləyirəm fəaliyyətinizdə. Qəzet oxumaq nitqimizin yaxşılaşmasına kömək edir, kitab səbrini çatmır. Bəli, qəzet oxumaq da kömək ola bilər. Zaman-zaman oxumuşam. Sizə də tövsiyə edirəm ki, həqiqətən qəzet oxumaq nitqə təsirli və hansı sardan təsirli? Həm nitqimizi axıcı eləyəcək, həm də kitab cümlələri qısadır. Qəzet cümlələri uzun olduğu üçün artıq siz rahat şəkildə bir nəfəsə uzun cümlələr deməyi öyrənəcəksiniz. Bu arada bunun üçün Bəhri Təbili də, Sabirin Bəhri Təbilini də məşq eləyə bilərsiniz. Çalışın onu 2 nəfəsə, 3 nəfəsə deyəsiniz. Əlavə olaraq qəzet də artıq oxuyaraq o nəfəsinizi bir gücləndirə bilərsiniz. Nitqinizdə problemlər var idimi? Bunları necə aradan qaldırdınız? Bir xəbər oxuya bilərsinizmi? Diksiyanızın hansı ki, diafraqmadan danışaraq Reyhan xanım bildirib. Olar Reyhan xanım. Öncə sualınızı cavablayım, ardından elə əlimdə tutduğum xəbərlərdən birini sizin üçün səsləndirirəm. Nitqimdə bəli, problemlər var idi. Cığ-çığ problemi var idi. Yerli yersiz parazit sözlərdən yəni tipli sözlərdən istifadə var idi. Asosiallıq var idi. Bunların hamısını zaman-zaman aradan qaldırdım. Və hətta bu biraz da təcrübə tələb edir. Biz nə qədər ki səhnədə olacağıq, nə qədər ki dinləyicilər üçün nəyisə çatdıracağıq, göz önündə olacaq, təlim keçəcəyik, artıq özümüzdə həmin problemləri sezəcəyik, özümüz də həll edəcəyik. Bu bir növ təcrübə istəyir və təbii ki davamlı məşqlər istəyir. Bu arada siz xəbəri çatdırmağımı istədiniz. Çatdırım. Bu yaxınlarda elə belə deyək, əməlli başlı gündəmə səs salan bir xəbər olmuşdu. Düzdür, oldu, qarşı tərəf üzr istədi və məsələ də həll olundu. Sadəcə olaraq siz dediniz xəbər çatdırın və bu xəbəri sizlər üçün çatdırmaq istəyirəm. Hadisə bu arada martın 5-də baş verib. Martın 5-də bu arada fikir verdiniz, başlamazdan öncə dərindən nəfəs aldım. O çox önəmlidir. Başlamazdan öncə hər zaman, xəbərə başlamazdan öncə dərindən nəfəs alarıq. Ciyərlərimizi əməlli başlı hava ilə doldururuq. Martın 5-də İran ərazisindən idarə olunan 2 PUA Naxçıvanda mülki infrastruktura hücum edib. Bir dron Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonundakı məktəb yaxınlığına düşüb. Qeyd edeyim ki, hadisə nəticəsində hava limanına ziyan dəyib. Naxçıvan-Bakı reysi təhlükəsizlik məqsədi ilə geri qayıdıb və 4 nəfər mülki şəxs xəsarət alıb. Hadisə ilə bağlı Baş Prokurorluqdan da açıqlama gəldi. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. İstintaq davam edir. Puaların mənşəyi və marşrutu araşdırılır. Hücum beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir deyə Baş Prokurorluqdan rəsmi olaraq açıqlama verilmişdi. Qısa bir xəbər başlığı ilə qarşınızda oldum. Gözəl nitq insanın düşüncəsinin gücüdür.
Bu da gözəl fikirdir. Təbii ki, düşüncələrimizdən hər şey başlayır. Çox gözəl. Təşəkkürlər. Təşəkkür edirəm. Buyurun, mən sizə təşəkkür edirəm dəyərli izləyicilər. Sualımız varsa cevablaya bilərəm. Məsələn, kitab tövsiyəniz olacaqmı? İstəyəcəksiniz kitab tövsiyəsi? Bu da çox maraqlıdır mənim üçün. Əgər olarsa, bu arada tövsiyə edə bilərəm. Əla, əla. Bu arada mənim hələ ki nitq və diksiya ilə bağlı, natiqliklə bağlı, aparıcılıqla bağlı kitabım yoxdur. Ona görə heç bir kitab tövsiyə eləməyəcəm sizə. Təbii ki, zarafat eləyirəm. E, Sizə bu gün elə bir kitab tövsiyə eləyəcəm ki, bu kitab sayəsində həm doğru çıxış eləməyi öyrənəcəksiniz, həm də ki, nitqinizdə olan o problemləri doğru diksiya məşqləri sayəsində aradan qaldıracaqsınız. Bugünkü gündə Azərbaycanda natiqlik sahəsi də xeyli dərəcədə inkişaf edir. Bunu inkişaf etdirən kurslar da var, insanlar da var. Cəlal Nəzəroğlu, Zaur Cahangirovun adını çəkə bilərəm. Ütü qrup MMC Diksiya Akademiyası var ki, belə deyək, peşəkar məktəb üçün fəaliyyət göstərirlər və mən hər zaman kitab tövsiyəsi eləyərkən artıq xarici kitablara müraciət edirdim. Şükürlər olsun ki, bu günümüzdə mən artıq yerli yazarlarımıza müraciət edirəm. Məsələn, Zaur Cahangirovun Natiq Əmitülüyür kitabından istifadə edə bilərsiniz. Hətta etiraf edeyim ki, mən öz tələbələrimə də bu kitabdan zaman-zaman məşqlər verirəm, məşqlər həyata keçirirlər. Kitabı həm kitab mağazalarından əldə edə bilərsiniz. PDF variantı varmı, yoxmu, onu bilmirəm. Amma kitab mağazalarından dəqiq şəkildə əldə edə bilərsiniz. Kitabın içində diksiya məşqləri, nitq məşqləri, səhnə çıxışı, yanıltmaclar, çətin tələffüz olunan sözlər, o sözləri necə rahat şəkildə tələffüz edə bilərik. Bunların hər birinə cavab var. Ümid edirəm, qane etdi dinləyicilərimiz. Azərən xanım deyib ki, yormayan kitablar tövsiyə edirəm. Bir filoloq olaraq xahiş edirəm. Bu nəzəri kitabda qeyd edeyim ki, amma içi xeyli maraqlıdır. Əgər siz mütaliə üçün kitab istəyirsinizsə, o zaman yormayacaq bir kitab istəyirsinizsə, mini klassikaya müraciət edə bilərsiniz. Məsələn, mənim mini klassikadan hal-hazırda oxuduğum bir kitab var, Aldanmış. Olduqca çox gözəl bir kitabdır və axıcı bir kitabdır. Əlavə olaraq mən Balaca Şahzadə ilə başlamışam. Tez-tez də qəbul edirəm ki, ondan sitatlar, aforizmlər çəkirəm. Balaca Şahzadədən başlaya bilərsiniz. Axıcı oxuduğum kitablardan klassikaya nəzər salsaq, Şillerin Qaçaqlar əsərinə müraciət edə bilərsiniz. Shakespeare'in Hamlet əsərinə müraciət edə bilərsiniz, baxa bilərsiniz. Victor Hugo'nun Səfillər əsəri, düzdür, biraz ağırdır, amma nisbətən axıcılığı var. Rus ədəbiyyatına geçsək, Dostoyevskinin Cinayət və Cəzası ağırdır, amma Bəyaz Gecələr nisbətən rahatdır. Bəyaz Gecələrinə müraciət edə bilərsiniz. Yerli yazarlarımızdan da Eyruz Məmmədov yaradıcılığına daha çox bələdəm. Rövşən Abdullaoğlu yaradıcılığına müraciət edə bilərsiniz. Kamera auditoriya önündə həyəcanı necə idarə etmək olur? Kamera və auditoriya önündə həyəcanı necə idarə etmək olar? Sualını Nərgiz Allahverdiyeva bildirib. Bəli, Nərgiz Allahverdiyeva. Nərgiz xanım, bunun ən yaxşı yolu bir hazırlıqdır. Həm səhnə hazırlıq tələb edir, həm də kamera qarşısında. Hətta belə bir söz var, qeyd olunur ki, yaxşı çıxış səhnədə yox, səhnədən əvvəl başlayır. Yəni yaxşı hazırlıqla başlayır. Və bir də təcrübə. Təcrübə çox önəmlidir. Bu gün biz nə qədər çox mütaliə eləsək, nə qədər çox kitab oxusaq, qəzet oxusaq, nə bilim özümüz üçün xəbərləri səsləndirsək, amma onu bir yerdə istifadə eləməsək, çətin ki, onun bizə xeyir ola. Onu mütləq ki, istifadə eləməliyik. Məsələn, bunun sizə çox primitiv bir misal çəkəcəm bundan dair. Məsələn, bir boksu götürək, boksu gündəlik fiziki məşqlər eləyir. Hər yerdə məşq edir insan qatışına, yeməyinə, hər şeyinə fikir verir. Amma heç vaxt vuruşmur, heç vaxt ringə çıxmır. O situasiyanı görmədiyi üçün onun potensialı arta bilmir, yerində sayır, inkişaf eləyə bilir. İndi biz də inkişaf eləmək üçün mütləq ki, risk eləməyə bacarmalıyıq. Necə deyərlər, risk eləyənləri izləsək qazana bilmərik. Hər zaman biz risk eləyək ki, qazanan da biz olaq. Bəli, risk təhlükəlidirmi? Təhlükəlidir. Adı üstündə risk. Amma o riskin sonundakı qalibiyyət hissi var və yaxud da əmsalda təcrübə hissi var. O nəyə desəz deyər, artıq təcrübə qazanmış oluruq. Ona görə əgər bir tədbirə aparıcı lazımdırsa və sizi tövsiyə edirlərsə və yaxud da siz özünüz getmək istəyirsə, mütləq gedin. Ola bilsin ki, səhv eləyəsiniz. Hər hansısa bir qonağı məsələn səhv çağırasınız. Hər hansısa bir sözü yanlış tələffüz eləyəsiniz. Nəsə yadınızdan çıxacaq. Amma istənilən halda orada olasınız. Yüzlərlə, minlərlə insanın çəkindiyi bir şey eləyəcəksiniz. Ona görə təcrübə önəmlidir. Mən ilk qürur və qərəzlə başlamışdım. Maraqlı əsərdir dünya ədəbiyyatından.
adını bir də deyə bilərsiniz. Azərin xanım hansı kitabın adını? Pəri Orcova bildirib, oxuduğum dərslər yadımda qalmır. Məsələn, riyaziyyat. Nə məsləhət görürsünüz? Pəri xanım, nə yalan deyim, riyaziyyat mənim də yadımda qalmır və riyaziyyatla arası heç də yaxşı olan biri deyiləm. Daha çox mən humanitar yönümlüyəm deyə bu sahədə, riyaziyyat sahəsində sizə çətin ki, yaxşı bir məsləhət verim. Mənim ilk oxuduğum kitab Uzuncorab Peppidir. Mirfəqan bəy bildirib. Bəli, uşaq ədəbiyyatına çox əsərlər. Məsələn, elə Ekspertin özü olsun. Məsələn, Balaca Şahzadənin özü olsun. Oxuya bilərsiniz. Oxuduğum dərslər yadımda qalmır. Məsələn, riyaziyyat bunu səsləndirir. Təşəkkürlər Murad bəy. Çox sağ olun aydın izah üçün. Siz də sağ olun Nərgiz xanım. Başqa bir sualımız var mı? Riyaziyyatı niyə oxuyursunuz ki? O hesablama deyil, daha çox əzbərlə bağlı bir şeydir bəlkə. Başqa sualımız, təklifimiz, bəlkə də iradımız varsa bildirə bilərik. Yoxsa o zaman açar söz olacaq Mirfəqan bəy. Adətən açar söz olmur, yəni qeydiyyat prosesidir, yəni bizdə. Ancaq mənim bir sualım olacaqdı ki, məsəl üçün bizim ingilis kitablarımız var və yaxud rus dilli kitablarımız var. İndi bizim bir neçə, indi hər kəsin öz oxumaq zövqləri var da. Məsəl üçün mən ingilis dilində kitab oxusam, yəni müəyyən dərəcədə ingilis səviyyəli, məsələn B1 səviyyəmi, B2 səviyyəmi, mən bu kitabları oxusam, necə sizə izah edeyim? Bu kitablar mənim Azərbaycan dilində olan aksentimə dəyişiklik edə bilər, yoxsa yox? Yəni mənim fikrim budur. Bundan bağlı bir örnək sizlər üçün çəkim. Məsələn, rus sektorunda oxuyan tələbələri görürsünüz. Onların aksentində xeyli fərq hiss olunur. Azərbaycan sektorunda danışıqlara, rus sektorunda hara. Siz də ingilis dilində illərlə təhsil alsınız, əlbəttə müəyyən qədər aksentinizdə fərq yaradacaq. Amma qaldı ki, ingilis dilində kitablar oxumaq, bu sizin dünya görüşünüzü artıra bilər. Amma sırf Azərbaycan dilində nitqinizi inkişaf etdirmək istəyirsinizsə, daha çox yerli əsərləri və tərcümə olmayan əsərləri oxumağınız tövsiyə olunandır. Təşəkkür edirəm. Buyurun. İndi isə Universitetdə oxuyub. buyurun. Bəli, bir sualımız var. Səsləndirin siz də. Universitetdə oxuduğumuz dərsləri necə yadınızda saxlayırsınız? Mən davamlı təkrar etməsəm yadımda qalmır. Ayan Həmidova bildirib. Ayan xanım, mən universitetdə daha çox dərsləri əlaqələndirib danışmağı sevirdim. Məsələn, hər hansısa bir mövzunu əlaqələndirib. Amma yadımda saxlamağı özüm üçün konseptləşdirirdim. Məsələn, özüm üçün bir konspekt yaradırdım. 10 səhifəlik dərsi çevirirdim 2 səhifəyə və bu 2 səhifədə başlayırdım danışmağa. Bu arada dərs danışarkən çalışırdım ki, təkcə mən danışmayım, auditoriyaya sual verirdim, bəzən müəllimə sual verirdim, beləcə daha maraqlı keçirdi. Siz də bu metoddan istifadə edə bilərsiniz. Bir şeyi yadda saxlamaq üçün təkrarlamaq mütləqdir. Salam açar söz deyiləcəkmi? Nitqimdə daha çox qəliz sözlərdən istifadə edirəm. Daha necə sadələşdirə bilərəm? Azərin xanım, kitab oxuyursunuz, kitabla aranız yaxşıdır, yoxsa necə? Aha, bu da cavabı. Deməli, kitab sevmirsinizsə, nitqinizdə qəliz sözlərdən istifadə etməyinizlə labüdləşəcək. Məsələn, kitabın mahiyyəti odur ki, bizim nitqimizdə bədilik yaradır, poetiklik yaradır, bir poeziya çaları yaradır. Kitabda oxuduğumuz bir stat olsun, aforizm olsun, sözlər olsun və bir axıcılıq yaradır. Artıq biz Azərbaycan dilində rahat şəkildə, səlis şəkildə, axıcı şəkildə danışmağa bacarırıq. Xüsusən səsli şəkildə kitab oxumağınızı tövsiyə edirəm Azərin xanım. Bəli, Mirfəqan bəy, yenidən söz sizdədir. Sağ olun, təşəkkür edirəm. İlk öncə dəyərli iştirakçılarımız və dəyərli təlimçimiz Murad bəy, iştirakınız üçün təşəkkür edirəm. Murad bəy, bugün sizin üçün yorucu bir gün oldu açığı. Bizim üçün vaxt ayırdınız auditoriyamıza, bilik və bacarıqlarınızı ötürdünüz, təcrübələrinizi danışdınız. Həqiqətən mənim üçün çox maraqlı keçdi bu təlim. Yəni iştirakçılarımızın da, auditoriyalarımızın da aktivliyi göz önündədir. Çox sağ olun, dəvətimizi qəbul edib gəldiyiniz üçün minnətdaram. Həmçinin dəyərli iştirakçılarımız, hər biriniz vaxtınızı ayırıb qoşulduğunuz üçün təşəkkür edirəm. Düzdür, iştirakçı sayımız biraz düşübdür, çünki başqa auditoriyalarda da hazır təlimimiz var. Bizim hazır 5 auditoriyamızda müxtəlif seminarlar keçir ki, mən məhz Murad bəyin təliminə qatıldım.
Deməli, mən sertifikat haqqında məlumat vermək istəyirəm. Bizim sertifikatlarımız King Education Company MMC-nin saytında hər biri müxtəlif ID kod vasitəsilə yerləşdirilir ki, siz sertifikatınızı necə deyim, sayt vasitəsilə yoxlaya bilərsiniz və burada əgər gələcəkdə sertifikatınızı itirsəniz, sertifikatın ID kodu vasitəsilə bizdən sertifikatı təkrar bərpa elətdirə bilərsiniz. Və həmçinin bizim sertifikatlarımız Azərbaycan Respublikası, həmçinin Naxçıvan Muxtar Respublikasında tanınır, keçərlidir, hüquqi status daşıyır və bizim sertifikatlarımızdan hal-hazırda tələbələrimiz, məsələn, Türkiyə təhsil alan tələbələrimiz olsun və sair burs almaqlarında köməkdə olubdur. Əldə etmək üçün nömrə yazmışam, nömrəni səsləndirirəm və təkrar yazacağam. 010 379 0874 nömrəsinə müraciət edərək qeydiyyata düşə bilərsiniz ki, siz bu vasitəsilə 2 dildə olan sertifikatımızı əldə edə bilərsiniz. Tekrardan qeyd edim, sertifikatımız 2 dillidir, yəni həm Azərbaycan dili, həm də ingilis dilində mətnin və ad soyadlarınız yazılır. Təkrardan iştirakınız üçün təşəkkür edirəm. Gələcək təlim və layihələrimizə görüşənədək gecəniz xeyrə qalsın. Sağ olun Mirfəqan bəy, dəyərli sözləriniz üçün sertifikat haqqında da xeyli məlumat verdiniz və son olaraq nitqimi bu hekayə ilə bitirmək istəyirəm. Deyilənə görə bir dəfə bir dərvişin yanına gənc gedir, soruşur ki, bu dünyada ən böyük nemət, ən önəmli sevinc, ən xoşbəxtlik nədir? Dərviş cavabında deyir ki, hər kəsin bir şeylər anlatmaq istədiyi bu yalan dünyada sizi dinləyəcək birinin olmasın. Mirfəqan bəy, dəyərli King Education ailəsi və dəyərli dinləyicilərimiz, hər birinizə məni dinlədiyiniz üçün təşəkkür edirəm. Var olun, növbət təlimlərdə, webinarlarda, seminarlarda, tədbir və forumlarda görüşənədək.